Sevginin mətbəxindən hər kəsə salam. Bugün sizinlə birlikdə şaftalının ətrinin və ləzzətini özündə birləşdirən möhtəşəm bir pirog hazırlayacağıq. Elə yumşaq və ləzzətli alınır ki, bir dilimi ilə kifayətlənmək çətin olacaq. Hazırlanma qaydası ilə tanış olmazdan öncə kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Gəlin indi hazırlanma qaydası ilə tanış olaq. Bu pirogu hazırlamaq üçün mən 4 ədəd yumurtadan istifadə etdim. Məndə yumurtalar kiçik olduğu üçün 4 ədəd istifadə etdim. Əgər sizdə yumurtanız böyükdürsə 3 ədəd də istifadə edə bilərsiniz. Yumurtaları bir qaba sındırdım. Daha sonra üzərinə 200 qram şəkər tozu əlavə edirəm. Daha sonra isə mikser vasitəsilə qarışdırıram. Şəkər tozu əridikdən sonra isə 100 ml duru yağ əlavə edirəm və yenidən qarışdırıram. Daha sonra üzərinə 1 stəkan qatıq əlavə edirəm. Yenidən qarışdırıram. Daha sonra xəmirin üzərinə bir paket vanil, bir paket kabartma tozu əlavə edib qarışdırıram. Ən sonda 2 stəkan unu əlavə edib qarışdırıram. Artıq xəmirimiz hazırdır. İndi isə şaftalını hazırlamağa başlayıram. Şaftalları orta ölçüdə dilimləyirəm. Bişirəcəyim qabı yaxşıca yağlayıram. Daha sonra üzərinə şəkər tozu əlavə edirəm. Daha sonra isə şaftalını səliqəli şəkildə yığıram. Və qoyuram 5 dəqiqə şəkəri ərisin. Artıq şəkəri əridi. Daha sonra isə xəmirini ehtiyatla tökmək lazımdır ki, şaftallar yerindən tərpənməsin. Burada mən biraz tələskənlik etdim və şaftallar yerindən tərpəndi. Siz bu səhvi etməyin. Və budur, artıq pirogumuz hazırdır. Çox gözəl bişib, şaftalların rəngi qaralmayıb, olduğu rəngini saxlayıb. Ən sonda üzərinə şəkər pudrası əlavə edirəm ki, daha da gözəl görünsün.
Piroqumuzu dilimləyək və bişməsinə də baxaq. Və gördüyünüz kimi piroqumuz necə də ləzzətli görünür, bişməsi də çox gözəldir. Əgər siz də bəyəndinizsə, kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşənədək.